Yeni tariflər hesablanır. Bəzi şəxslər üçün bu kommunal ödəniş daha sərfəli olacaq. Azərbaycanda su tariflərində diferensiallaşma aşağı gəlirli təbəqəni qorumağa xidmət eləyəcək. Report xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib. Onun sözlərinə görə tariflərin tətbiqi yalnız qəza və layihələrin icrası ilə bağlı deyil. Burada əsas məsələ nəql edilən suyun bir nöqtədən digərinə daşınması üçün yeraltı infrastrukturun işlək vəziyyətdə saxlanılması, nasos stansiyalarının fəaliyyəti və bu prosesdə çalışan böyük komandanın xərclərinin ödənilməsidir. Tariflər məhz bu istismar və əməliyyat xərclərinin qarşılanmasına xidmət eləyəcək. Əsəd Şirinov əlavə eləyib ki, tarif siyasətində yalnız istismar deyil, həm də böyük investisiya qoyuluşları nəzərə alınmalıdır. O vurğulayıb ki, diferensiallaşma qiymət artımı anlamına gəlməməlidir. Əsas məqsəd aşağı gəlirli təbəqəni qorumaq və sosial ədaləti təmin eləməkdir.